Doktor, belə bir keys. Kişi ehtiraslanan kimi hər hansı cinsi münasibət baş verməyib, başında şiddətli ağrılar əmələ gəlir. Bu normaldır. Əlbəttə ki, normaldır. Ümumiyyətcə, ağrı xəbərdarlıq üçün, yəni bir əlamətdir. Ağrı xəstəlik deyil. Amma hansısa bir xəstəlik haqqında bizə məlumat verir. Bizi uyandırır ki, ağrı var. Özdə bir tədbir görülür. Əgər baş ağrısı yaranırsa, deməli burada təzyiqlə bağlı problem ola bilər. Osteoxondrozda problem yaşana bilər. Beyin qan dövründə olan problemin yaşanması ola bilər. Eyni zamanda beyində hansı bir onkoloji xəstəliyin olması haqqında məlumat verir. Ona görə də əgər ağrı yaranırsa, siz bunu qulaq ardına vurmayın. Məsələ buradadır. Onun səbəbini tapın. Yəni cinsi fəaliyyətin alınmamasından əlavə ağrını yaradan səbəbi bilməsən, o ağrı sənin başı vaxtında bəla olar. Buna görə də məsləhət görürəm ki, cinsi fəaliyyətdə olan ağrı bizi oyandırır, xəbərdar edir ki, get öz sağlamlığı qayğısına bax.